Ermənistan-Azərbaycan konfliktinin artık 13 yaşı var. ATT Minsk grubunun 9 yaşı var. Ama görün neçə iller keçibdir. Mesele hal olmayıbdır. Biraz da eğer ləngisək, ATT'nin Minsk grubu böyük bir oğlan olacak, onu göre evlendirək. Yaxud olabilir kız olsun, onu ara verək. Bu daha tez olabilir. Ona göre biz düşünməliyik, ne kadar bu yaşlar artacak. 14 il əvvəl ümummilli lider Heydər Əliyevin ən yüksək səviyyədə irad bildirdiyi və daha sonra Prezident İlham Əliyev tərəfindən də öz fəaliyyətsizliyinə görə dəfələrlə tənqid edilən ATT-in Minsk qrupu artıq tamamilə bağlanır. 1992-ci ildə Ermənistanın beynəlxalq hüququ pozaraq işğal etdiyi torpaqlarımızdan çıxarılması, Qarabağ probleminin həlli üçün yaradılan qrup 28 illik sözdə fəaliyyəti dövründə ortaya atdığı xəyalpərəst fikirlərdən savayı heç nə etməyib. Böyük dövlətlərin həmsədrliyi ilə təşkil olunan qrupun edə bilmədiyini isə Azərbaycan 44 gün etdi. Belə olan halda da Minsk qrupunun fəaliyyətini davam etdirməsinin də bir mənası qalmır. Bununla belə Minsk qrupu dırnaqarası fəaliyyətinə davam etmək istəyirdi. Bunun üçün də 44 günlük vətən müharibəsindən sonra müəyyən addımlar atmağa çalışırdı. Bakı etdikləri səfər kimi. Amma Prezident İlham Əliyevin də vurğuladığı kimi artıq onlara ehtiyac yoxdur və Minsk qrupunu Bakıya dəvət edən olmayıb. Mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim. Çünki bura gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. 28 ildə sülhü bərqərar edə bilməyən və yaxud etmək istəməyənlərin planlarının 44 gündə pozulması ATT-in Minsk qrupunu həddindən artıq narahat edirdi və onlar sonraki dövrlərdə də fəaliyyətlərini davam etdirməyə cəhd göstərirdilər. Təbii ki, planları yenə pozuldu və ölkə başçımız qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Təsəvvür edin ki, ATT-dən mandat almış bu qrup 28 il ərzində heç bir nəticə əldə etməyib. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Hesab edirəm ki, hər kəs bunu anlayır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra aydındır ki, Minsk qrupunun 3 həmsədr ölkəsi bir araya gələ bilməz. Və biz bununla bağlı artıq mesajlar almışıq. Bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək. Yəni Minsk qrupu funksiyasını itirib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir. Düşünürəm ki, bunun ən yaxşı yolu Minsk qrupuna əlvida deməkdir. Və nəhayət ki, 2025-ci il avqustun 8-də Minsk qrupunun çox da parlaq olmayan gələcəyi ilə bağlı son addımlar atıldı. Vaşinqtonda keçirilən görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trump'ın iştirakı ilə münaqişə yaşayan tərəflərin Xarici İşlər Nazirləri ATT-in fəaliyyət göstərən sədrinə müraciət imzalayaraq Minsk prosesinin dayandırılmasını və qurumun ləğvini rəsmiləşdirdilər. Bir halda ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bir halda ki, artıq Ermənistan özü deyir ki, Qarabağ Azərbaycandır. Minsk qrupunun de jure qalması tamamilə məntiqsizdir. Onsuz da o öz funksional mahiyyətini itirmişdi və biz heç vaxt imkan vermərik ki, bu hər hansı bir formada canlansın, yaxud da ki, hansısa başqa formaya minsin. Ona görə bugün sülh sazişinin paraflaması və Minsk qrupunun ləğvi ilə bağlı bizim müştərək müraciətimiz, hesab edirəm ki, o birinci maniyəni aradan qaldırıb
1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qəbul olunan qərara əsasən qrupun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib. Bağlanma 1 dekabr 2025-ci ilə qədər başa çatacaq. Bu tarixdən sonra Minsk prosesi və əlaqəli strukturların mandatı çərçivəsində aparılan bütün fəaliyyətlər rəsmi olaraq sona çatacaq. Beləliklə, yarandığı gündən bəri fəaliyyəti işğalın davam etməsinə xidmət edən ATƏT-in Minsk qrupu üçün artıq yolun sonu gəldi. Vaşinqtonda iri güclərin, qlobal güclərin rəsmi Vaşinqton özü başda olmaqla bu reallığı qəbul etməsi, Azərbaycan və Ermənistan arasında ATƏT-in Minsk qrupunun buraxılmasına dair müvafiq protokolun imzalanması artıq bütövlükdə qlobal miqyasda Azərbaycanın bu şərtinin qəbullanıldığını göstərmiş oldu. Çünki ATƏT-in Minsk qrupunun fəaliyyəti dövründə, hətta aktiv fəaliyyəti dövründə bölgədə hansısa formada irəliləyişə Azərbaycan və Ermənistan arasında sülh, sabitlik, dayanıqlı əməkdaşlıq istiqamətində hansısa formada bir yeniliyə imza atılmamışdı. Əksinə ATƏT-in Minsk qrupu fəaliyyəti dövründə mövcud münaqişəni o zaman dondurmağa və bununla da münaqişənin tarixinin illərlə, bəlkə də 10 illərlə, 100 illərlə uzanmasına səbəb olan bir status quo formalaşdırmaq istəyirdi. Lakin Azərbaycanın qələbəsi və qələbədən sonra Cənab İlham Əliyevin qələbənin nəticələrinin dayanıqlığının təmini istiqamətində atdığı addımlar və göstərdiyi iradə bugünkü cari milli maraqlarımızın ehtiva olunduğu və Azərbaycan və Ermənistan arasında münasibətlərin istismar olunmasına tamamilə əngəl olan bir situasiyanı meydana çıxardı. Göründüyü kimi uzun illər beynəlxalq hüquqa zidd rəftarlara məruz qalan Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi altında öz hüququnu təsis edir. ATƏT-in Minsk qrupunun ləğvi isə bunun göstəricisidir.